təbrik edirəm səni. Sağ ol, çox sağ ol. Bacımı təbrik edirəm. Allahın nəzəri daim o uşağının, bacının üstündə olsun. Sənin üstündə bu ailənin üstündə olsun. Və üstündədir. Mən həmişə deyirəm, fikrimi deyirəm, həmişə böyük çıxmasın. Şəhid o qapıdan olur ki, o qapı elə bir qapı olur. Səbəbsiz qapı olur. Zəhmətkeş, hala öz əziyyəti ilə, öz əlinin zəhməti ilə ailəsinin, balasını dolandıran kişi olmuşsan, kişinin də olmuşsan. Və qəhrəman da üz üstə hükümətlə səbəbsiz şəhadətə uzalmıyor. Hər bir şəhidin bir səbəb olur. Hikmətdə onun kimi. Yenə edirəm, təbrik edirəm, assaqqalları təbrik edirəm, özümüzü təbrik edirəm. Yəni, bu elə bir andır ki, bu anın ləzzətini yaşamaq lazımdır. Hər biri sevinç göz yaşlardır və biləsiz ki, Hikmət bəy qeyd elədim, bir var, ruhən burada olsun. Bundan sonra cismən özü burada. Canlı. Canlı burada. Çox sağ ol. İki kəlmə Başla. Çox sağ ol. Təşəkkür. Burada bir hərbçimiz var, Zahid Qarayev. Deyir, mənim təbriklərimi çatdır Hikmət. Çünki bu dünyaya göz açıbsa, biz də təbrik etməliyik. Həqiqətən də bax, şəhidlərimiz ölmür, bu realdır. Bax, Allah birinin nəvəsinin adından, birinin övladının adından. Bax, bu gün Elnur da bu gün yaşayır, həqiqətən. Elnurun da qarşısında baş əyirik. Bu gün Allah, bax, gör necə, həqiqətən möcüzələr var ha. Bu günləri, qəhrəman kişi, bu gün Allah səndən o hikməti vətəni üçün aldısa, vətənin azadlığı uğrunda canından keçdisə, şəhadətə qaldırıb və cənnətə apardısa, bu gün o hikməti yenidən verdi sənə. Bu gün sənin hikmətin ocağındadır. Bu gün həqiqətən bütün şəhid ailələrində sevincisi olmağı və sevinc yaşamağı bütün şəhid ailələrinə mən arzu edirəm. Çünki bizim xalqımızın çətin günündə bizim xalqımız övladlarından keçərək xalqımızın azadlığı uğrunda vətənin üçrəyli bayrağı dalğalanması üçün övladların qurban verdilər. Bax, bu gün də biz sizlərlə fəxr edirik. Qəhrəman ata, adın da qəhrəman, özün də qəhrəman. Buyur. Əvvəla xoş gəldiniz. Sağ ol. Allah şəhidlərimizi rəhmət eləsin. Amin. Allah olan valideynlərinə səbir versin. Amin. Şəhid valideyni olmaq, bəli, müəllim deyir, o hissi yaşayıb durmaq lazımdır və Allah bizə bəxş edib, bizə nəsb edib. O səbri Allah Teala verib bizə, o dərdi biz çəkirik, o səbri verib. Allah Teala gözəl vermişdi hikməti, gözəl də apardı. Və Gözəl də qaytardı. Bəli, gözəl nemətdə dala qaytardı Hüsam. Sən də yaxşı oğlansan, həmişə dediyim kimi yanımdasan. Bütün şəhid ailələrin yanımdasan. Allah sənə balalarına toy qismət eləsin, özünə can sağlığı versin. Allah Teala dövlətimizi qorusun. Amin. Mən fəxr edirəm ki, mən şəhid atasıyam. Və fəxr edirəm ki, bayraqlarımız Qarabağın hər bir yerində əsir və orada bir dənə dığa yaşamır. Fəxr edirəm ki, prezidentimiz rahat ora gedir, orada işlərini görür. Allah onu da qorusun. Amin. Dövlətimiz sağ olsun, prezidentimiz sağ olsun, yaxşı polislərimiz sağ olsun. Həkimlərimiz sağ olsun. Hamısı qayğımızda durdu. Mən gördüm. O haqqı itirmək olmaz. Müəllim, siz də sağ olun. Var olun. Allah razı olsun. Çox sağ ol, Ayşə. Təşəkkür edirəm. Var olasan. Allah sizi var eləsin. Hər ağızda dua var, bəli. Çox gözəl sözlərdir. Bax, elə bir şəhid ailələr var, onlar nəvə gözləyir. Bax, bir elə Əliyabat kəndində Rahət İsayev inşallah deyir dünyaya gəlsin. Çünki onların da ailəsində nəvə gözləyirlər. Hansı şəhid ailələr var, onlara Allah qismət eləsin. Ağsaqqal yeni bir söz demək istəyir, ona da bir dənə görək, buyursun. Bayaqları yadımdan çıxdı. Bizim bu qızın əməliyyat söhbəti biraz çətin idi. Ona girməkdə biraz çətin idi. Allah həkimlərin hamısına kömək olsun. Ən başda olmaq əl qismətin, əllərin Allah var eləsin. Onun qulluğunda duran o medsestradan tutmuş köməkçilərinə qədər hamısına Allah kömək olsun. Amin. Allah devlətimizi qorusun. Amin. Allah xalqımızı qorusun, prezidentimizi qorusun. Bu qara yer, bu Azərbaycan xalqının üstündən uzaqlaşsın. Allah Azərbaycan xalqını qorusun, oğlum. Var olasın. Qurban olun. Bir də müharibə o dündən bizi imtihan eyləməsin. Amin. Bayaq yenə də deyirəm, mən təkrar deyirəm. Hikmət görün, bayaq sədaladılar, Allah köməyiniz olsun. Hikmət gör, hansı ayda Allahın ən gözəl bağışlanılan gör, hansı ayda dünyaya gəlib. Ay qəhrəman,
Quran nazil olan ayda gəlib. Bu elə belə deyil. Sırf həmin gün. Bəli, həmin günü Qədir gecəsi deyir, kim Qədir gecəsi səhərə qədər qalarsa 80 il olan günahı Allah Taala silir. Həmin gecə bu uşaq dünyaya gəlir. Allah sənin də köməyin olsun oğlum. Allah sənə də uzun ömür, can sağlıq versin. Balaların tuğan gələsən, biz də bax bu hikmətimizin ruhu şad olsun bu gecə. Qəhrəman, bir də sənin gözündən qəm yaşları yox. Səbirli ol. Danış. Qəm yaşları istəmərəm axsın. Onun ruhu bugündən sonra hikmətin ruhu o qədər şad olacaq. Qardaş gəlib onun arkasına dünyaya. Allah onun ruhunu şad eləsin. Bu hikmətimizin isə uzun ömrlə Allah Taala ona uzun ömür versin, toy qismət eləsin. Ali məktəbə yenə də deyirəm, girdi qurbanı məndən. Amin. Burada bizim qoşulanımız var, nə isə demək istəyir, bilə sonradan. Buyur qardaş, eşidirlər. Axşamınız xeyir. Allah şəhidlərimizə rəhmət eləsin, o qardaşımıza da rəhmət eləsin. Mən o qardaşı tanıyırdım. Allah onun eşitdi, mən sevindim həqiqə. Öynə sən də çəkmişdin, qoymuşdun. Allah sən də canı sağ eləsin. Eşitdim, sevindim. Deyəsən dünyaya gəlib. Allah Bəli. İnşallah atan halal bölüşsün. Mən onun atasına da göz aydınlığı verirəm. Onun atasına, anasına inşallah sağ-salamat bölüşsün inşallah. İnşallah. Babasına da orada göz aydınlığı verirəm. Onun atası məni tanıyır, mən də onu tanıyıram. Belə eləmirik, amma tanıyıram. Allah onun canını sağ eləsin. Çox sağ ol. Babası inşallah sağ-salamat bölüşsün. Çox sağ ol. Allah canlarını sağ eləsin. Çox sağ ol. Təşəkkür. Mənim adımdan Eşidirlər, təbrikləri də qəbul edirlər. Biz də sizə çox. Burada fail də qoşulub, görə fail nə deyir? Buyur fail. Salam aleyküm, akşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Buyur. İlk öncə şəhid ailələrinin, yəni ağsaqqalları salamlayıram. Orada Bəhruz müəllim oturub hamısını salamlayıram və qəhrəman qardaşımın qarşısında baş əyirəm. Qəhrəman qardaşımı mən əvvəldən tanıyıram. Qəhrəman da məni yaxşı tanıyır. Allah onu var eləsin. Allah onun balası rəhmət eləsin. Fail. Sağ ol kardeş, Fahri kardeş, sağ ol, teşekkür ederim, Allah razı olsun. Çox sağ ol. Bütün şəhid valideynlərin qarşısında baş əyirik. Çok sağ ol, var olsun. Şəhid hamımızın şəhididir. Şəhid hamımızın qardaşlarımızdır. Şəhid olanlar dayılarımız da var orada, əmlərimiz də var orada. Allah hamısının yerini cənnət eləsin. Hamısının qarşısında baş əyirəm. O dünyaya gələn uşağıdakı Allahdan sağ-salamat onu böyütməyi arzu edirəm və atana, analı böyüsün. Çox sağ ol, var ol fail. Azərbaycana layiqli övlad olsun inşallah. Çox sağ ol fail. Təşəkkür edirik ki, var olasınız. Səni də bu qəhrəmanlığın barədə səni də salamlayıram. Səni də öpürəm. Çox dəyərli qardaşsın sən də. Azərbaycanın əsvarın, sən də bir fəxrisən. Var ol, təşəkkür. Əziyyət çəksən, Xoş. şəhidlərlə ziyarət eləyirsən. Xoş qardaşım. Ziyarət eləyirsən. Hər Var. cəhətdən kasıbların yanındasan. Var olasan. Borcumuz da əziz qardaş. Öpürəm. Var ol. Hər bizi öpürəm. Şəhid valideynləri başda olmağına Bəhruz müəllim. Sən də öpürəm, başıma dönərəm. Çox sağ ol, var ol. Allah sizi var eləsin qardaş. Təşəkkür. Var. Sağ olun, gözünüzü. Dəyərli şəhid valideynləri, dəyərli ailə üzvləri, Allah sizləri var eləsin. Biz də öz adımızdan sizləri təbrik eləyirik. Qarşıda baş əyirik. Hər ağızda bir dua var. Mənim də sizdən xahiş eləyirəm. Dua eləyin, anama şəfa versin. Mənim də anam xəstə olduğu üçün. Amin oğlum, amin. Sağ ol. Hər valideynlərə can sağ ol. Şəfa versin. Sağ ol. Ölənlərimizi qərib bir rəhmət eləsin. Bax, iftarı indi açmışıq. Fəruz niyə dua eləmsən? Mənim anama dua eləyirlər. Allah o anva sapcan versin oğlum. Çox sağ ol. Təşəkkür. O Var. yorğan döşəkdən Allah bu əziz. Yo, indi yeri şükür Allaha. Ha, sağ O ol. yorğan döşəyi bir də görməsin o xəstəliyi. Var olasın. Təşəkkür. Bir daha var olasın. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Təşəkkür. Var olasın.